Dəyərli müəllimlər, hər vaxtınız xeyir. 98-ci sualı izah edirəm. Bir araşdırmada eyni dövrə aid 3 müxtəlif şəhərin sənədlərində əhali sayındakı dəyişmə, taxıl ehtiyatının fərqli illərdəki səviyyəsi, illik məhsul göstəriciləri, su ehtiyatının mövsümlər üzrə dəyişməsi və ticarət yolunun fəaliyyət günləri ilə bağlı rəqəmlər toplanmışdı. Məlumatlar ayrı-ayrı cədvəllərdə göstərilsə də, hər üç şəhərdə dəyişmələrin eyni tarix aralığında kəskin döndüyü, rəqəmlərin fərqli olmasına baxmayaraq hamısının eyni istiqamətdə hərəkət etdiyi nəzərə çarpır. Şagird bütün cədvəlləri nəzərdən keçirərək məlumatları yanaşı yerləşdirir və son mərhələdə bu rəqəmlərdən istifadə edib şəhərlərin hamısının ortaq bir tendensiya altında toplayır. Buradakı rəqəmlər, cədvəllər bizi çaşdırmasın. Biz burada heç bir hesab əməlləri aparmırıq, ədədlərlə, əməllərlə iş yoxdur. Sadəcə hazır cədvəllərdir. Həmin cədvəllərin içərisində şəhərlərə aid rəqəmlər məlumatlarla göstərilir. Yəni məlumat rəqəm formatında göstərilir. Və sən bunun hamısını nəzərdən keçirirsən, bu məlumatların hamısını belə də yanaşı qoyursan, fərqləndirirsən, müqayisəsini aparırsan, sonra ortaq bir başlıq altında, ortaq bir tendensiya altında toplayırsan, yəni qruplaşdırırsan da bir təsnifat aparırsan. Sən burada heç bir hesab kitab işi aparmırsan. Deməli cavabımız nə olacaq? Konseptual bilik. 98-ci sualın cavabı A variantı konseptual bilik. Gəldik 99-cu suala. 99-cu sualda deyir ki, qlobal istiləşmənin iqtisadi təsirlərini araşdırmaq üçün müəllim şagirdlərə tədqiqat tapşırığı verir. Tunar və Səbinə əvvəlcə qlobal istiləşmə, karbon emissiyası və sənaye istehsalının əlaqəsi haqqında elmi və iqtisadi məlumatlar toplayır. Daha sonra müxtəlif ölkələrdə baş verən bu iqlim dəyişikliklərinin kənd təsərrüfatı, enerji sərfiyyatı, işsizlik səviyyəsinə təsirini müqayisəli şəkildə analiz edirlər. Analiz nəticələri diaqram və cədvəllərlə vizuallaşaraq təqdim edirlər. Sonra isə iqlim dəyişikliklərinin azaldılması üçün iqtisadi təşviq mexanizmləri, strategiyalar üzrə ideyalar irəli sürürlər. Bu situasiyada şagirdlər hansı bilik təfəkkürü növünü nümayiş etdirir və onların fəaliyyəti idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Burada taksonomiya yoxdur, amma cavab olaraq nə götürəcəyik? 99-cu sualda. Konseptual bilik, yaradıcı təfəkkür. Niyə? Nəyə görə? Hətta bizdən burada soruşsa taksonomiyanı yaratma mərhələsi götürəcəksiniz. Səbəb. Bu qədər işdən sonra, yəni artıq o belə deyək, müqayisədən keçdilər, analizdən keçdilər, yəni anlamağı keçdin, tətbiqi keçdin. Burada əsas məsələ nədir? Sonda sənin edəcəyin nə var burada? Yəni sonda iqlim dəyişikliyinin azaldılması ilə bağlı iqtisadi təşviq mexanizmi, strategiya, ideya irəli sürməlisən. Bütün bu proseslərdən sonra sənin ideyan ortada olmalıdır. Yəni ideya nə istəyir bizdən? Təxəyyül, yaradıcılıq, yaradıcı təfəkkür, ideya, təxminlər irəli sürmək konseptual biliklə bağlıdır. Deməli, konseptual bilik, yaradıcı təfəkkür. Bəs cavab niyə prosedural çıxmadı? Ardıcılı elədilər axı. Burada o ardıcılıq yoxdur. Burada sualın mahiyyətinə baxmaq lazımdır. Biz burada nə iş görürük? Bu qədər informasiya var bizim əlimizdə. Qlobal istiləşmə, nə bilim, karbon emissiyası, məlumatları toplayırsan, sonra həmin məlumatların müqayisəsini aparırsan. Yəni burada əvvəlcə sonra məsələ misal həlli deyil ki, biz buna prosedural bilik deyək. Və ya biz burada iş görmürük axı. Bizim buradakı işimiz nədir? O məlumatları toplayıb, o müqayisəsini aparmaq, onu təhlilini aparmaq. Apardın. Analizin nəticələri diaqramlar və cədvəllərlə vizuallaşdıraraq təqdim edirlər. Keçdin artıq. Keçdik. Prosedural bilik götürməyəcəksiniz. Keçirsiniz. Sonra mexanizmləri, strategiyalar irəli sürmək, ideyalar irəli sürmək. Deməli, biz burada yaradıcı təfəkkür, konseptual bilik götürəcəksiniz. Bəs orada cədvəl diaqram qurmuşdular axı. Sualda cədvəl diaqramın mahiyyəti ön planda deyil. Həmişə suala birinci baxın. Görün ən çox ön planda nə olacaq? Bizim burada edəcəyimiz əsas məqam nədir? İqtisadi təşviq mexanizmi, strategiya irəli sürməliyik bu qədər şeydən sonra. Ona görə götürürük konseptual bilik, yaradıcı təfəkkür. Taksonomiya mərhələsində soruşsaydı, bilirsiniz, yaradıcı təfəkkür yuxarı təfəkkür səviyyəsidir, götürəcəksiniz taksonomiyanı yaratma mərhələsini. Bax belə. Burada da deməli cavabımız olur C variantı.